Allah şahidi, mən özüm tələbəçilik dönəmimdə bunu başqa niyyətlə demirəm, böyük uğurum da var, elə də uğurum yoxdur. Zərrə qədər biraz nəsə də varsa, Allah sizlərin hörmətinə verir. Mən saatlar yazmışdım, indi yadıma düşdü. Yazmışdım saatlar. Hətta 5 dəqiqə özümə istirahət vaxtı yazırdım. Onu çıxıb eləyəndə bəzilər mənə gülürdü. İndi o dostlardan, tələbə yoldaşlardan. Sən Allah bəslə 5 dəqiqə ilə qaçdım. Bu çatırdı məsələn 10, qaçırdım da məsələn. Mənim vaxtım qutardı. Nəyim varsa da məsələn o günlərimdə olan nizamıma borcluyam. İndi Allahın lütfü, inayəti o öz yerində ya. Bir şeyim də yoxdur ya, yəni belə deyim nəsə. Yox, indi Allah lütf edib sizlərə görə. Amma o nizam həqiqətən praktik həyatımda yaşamışam. Və indi də özüm də çalışıram bir nizamlı bir həyatım olsun. Yəni indi deyim ki, yox belə deyil. Vallahi çalışıram. İndi sadəcə biraz ora qaçırsam, bura qaçırsam, bir də görsən nizamın darmadağın olur. Da indi nə edeyim? Amma cavanlar nizam